Salam əziz izləyicilərim. Bugün mən bişmiş kürəm hazırlayacağım. Zavarlı kürəm. Hazırlamışkən də sizlərlə bölüşməyi istədim. İndi isə keçək hazırlamasına. 2 yumurta, 200 qram şəkər tuzu, 3 xörək qaşığı qarğıdalı nişastasını yaxşıca qarışdırırıq ki, topa qalmasın. Qarışdırandan sonra 1 litre südü əlavə eləyirik. Az-az əlimizi saxlamadan yaxşıca qarışdırırıq. Topa qalmayacaq şəkildə. Bütün südü əlavə eləyib yaxşıca qarışdırandan sonra bütün ərzaqları vamxodda qaza qoyuruq. Qoyduqdan sonra əlimizi saxlamadan qarışdırırıq ki, bişənə kimi, qaynayana yaxın. Qaynayandan sonra qazı söndürüb videoda göründüyü kimi qatılıq alacaq. Qazı söndürəndən sonra üstünü streçlə bağlayıb qırağa qoyuram ki, soysun. Sonra isə 400 qram kərə yağını mikserlə ağarana kimi yaxşıca çalıram. Ağarandan sonra bişmiş kürəmdən qaşıq-qaşıq əlavə eləyirəm. Yaxşıca qarışdırıram ki, kürəmimiz çürüməsin. Hamısını bir yerdə əlavə eləsək, kürəm çürüyər, yaxşı qatılıqda alınmaz. Bu formada həm görünüşü gözəl, həm də çox dadı qəşəng olan kürəm alınır. Siz də bu formada evdə kürəm hazırlaya bilərsiniz. Əleyəcək olan hər kəsə indidən nuş olsun. Bu kürəm bütün tortlarda istifadə olunur. Əksəriyyəti ballı tortlarda, Napolyon tortunda, hər tortda gedir yəni. Eləyəcək olan hər kəsə indidən nuş olsun. Videolarımın davamı üçün bəyən düyməsinə basıb kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Sağ olun, hələlik.